Turizm sadəcə səyahət deyil, təcrübə yaratmaq sənətidir. Amma bu təcrübəni uğurla təqdim etmək üçün ilk və ən vacib addım düzgün komanda qurmaqdır. İstənilən turizm şirkətinin ürəyi menecerdir. O bütün prosesi idarə edir, qərarları koordinasiya edir və həm komandanın, həm də müştərilərin ehtiyaclarını balansda saxlayır. Güclü menecer gərgin mövsümlərdə belə hər kəsi bir məqsəd ətrafında toplayır. Sonra isə gəlir satış komandası. Onlar şirkətin ön cəbhəsindədir. Hər zəng, hər təklif və hər mesaj bir fürsətdir. Turizmdə satış təkcə məhsul satmaq deyil, müştəriyə xatirə satmaqdır. Düzgün satış mütəxəssisi sadəcə rezervasiyanı bağlamır, o həm də etibar yaradır. Marketinq şöbəsi isə görünməyən, amma ən parlaq işıqlardan biridir. Onlar brendi qurur, imici formalaşdırır, sənin xidmətini insanlara çatdırır. Rəqəmsal dövrdə marketinq turizm şirkətlərin səsi və simasıdır. Və nəhayət mühasibatlıq. Bəli, bu bölmə səssiz işləyir. Amma bütün uğurun təməli onların əlindədir. Gəlir xərc balansı, büdcə planlaması, maliyyə sabitliyi, bunlar olmadan heç bir kreativ ideyalar reallaşa bilməz. Uğurlu turizm komandası sadəcə işçilərin bir yerdə olması deyil. Bu bir sistemdir. Hər kəs öz rolunu başa düşür, qarşılıqlı inamla işləyir və ortaq məqsədə fokuslanır. Unutma, düzgün seçilmiş komanda şirkəti uçuruma yox, zirvəyə aparır.